إن الحمد لله نحمده ونستعينه ونستغفره ونتوب إليه ونعوذ به من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وعلى آله وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Möhtərəm müsəlmanlar, əmr-i təqvalı olmağıza çağırıram. Və mühüm məsələlərdən biri hansı ki, insan o məsələlərə elmsiz yanaşmamalıdır və tələsməməlidir. O məsələlərdən də biri təkfirdir. Və etiraf eləmək lazımdır ki, təkfir bugün çoxsunun məşğuliyyəti olub. Bunu özlərinə məşğuliyyət eləyiblər. Və təkfiri eləyiblər əsas. Və dini elə başa düşüblər ki, din təkfir eləməkdir. Və müsəlman olmaq üçün gələk təkfir eləməlisən. Sadəcə baracı bir xataya görə və ya hətta küfür olsa belə, və ya şirk olsa belə, və ya bidə olsa belə, heç baxmadan səbəblərə, heç baxmadan manilərə, şərtlərə, onları nəzər almadan, əgər bilsəydilər, heç onları bilmirlər, dərhal təkfir olunur. Təbii ki, bu cür üslub, bu cür mövqeyi, o təkfir edəni özü təhlükəyə atır. Ona görə təkfir edəndə, insana hökm verəndə, İnsan gərək tələsməyə. Çünki təkfir eləmək, şərtləri, maniləri, qaydaları nəzərə almadan təkfir eləmək insanı şərə aparır və fitnəyə gətirir, çıxardır. Və təbii ki, bunun səbəbləri var və ən böyük səbəbi də cahillikdir. Ona görə müsəlman, Allah və axirət gündən qorxan, gərək bu təkfir məsələsində ehtiyatda ola, tələsməyə. Və bunu Peyğəmbər sallallahu aleyhi ve sellem bizə tövsiyə eləyib. Rasul sallallahu aleyhi ve sellem buyurur ki, kim bir mömin qardaşına, kim qardaşına ya kafir desə, ey kafir, artıq dərhal onlardan ikisi biri kafir olmalıdır. Yəni, hədisin mənası odur ki, əgər sən kafir desən bir müsəlmana, hətta o cahil olsa belə, əgər hələm dindən çıxmayıbsa, onu təkfir eləsən, nağ yerə özünü məsuliyyəti atırsan. Çünki, əgər o kafir olmasa, o küfür səni qadir özüvə. Və bəzi avamlar bu hədisi deyəndə, deyir ki, yox, biz hər adama qardaş demirik, orada müsəlmana deyir, bunlara görə müsəlman gərək daha 100% olmalıdır. 99 olsa, bunlar müsəlman saymır. Və bəziləri də deyir ki, şeytan vəsvəsə eləyib ki, bəs heç olmaz da burada kiçik günahdır da, nə var ki? Yəni, böyük günah deyil ki. Hətta laf səhv eləsəm, kiçik günahdır. Təbii ki, bu onun cahilliyinə dəlalət eləyir. Həmçinin Buxari Müslim rivayət eləyib. Başqa hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim bir kişiyə desə ki, ey kafir, o elə bir ki, onu öldürmək kimidir. Yəni, təkfir eləmək elə bir insanı öldürmək kimidir. Və təsəvvürlə öldürməkdən böyük günahlardandır. Haqsız yerə, hətta kafir olsa belə insanı. Gör, Peyğəmbər sallallahu aleyhi ve sellem nə müqayisə eləyir bu təkfir məsələsini. Və həmçinin hədisin davamında deyir ki, mömini lənətləmək də onu öldürmək kimi deyil. Və həmçinin başqa rivayətdə bildirir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem necə ki, əvvəl də dedik, əgər o kafir olmasa, o kafir sözü qaydır onun özünə.
Yəni, heç nədən oturan yerdə özünü təkfir eləyir. Əgər kafir deyilsə. Ona görə də bu təkfir böyük fəsil olduğuna görə, böyük mövzu olduğuna görə, məsuliyyətli mövzu olduğuna görə, məsələ olduğuna görə bu məsələləri alimlər baxmalıdır. Ne üçün? Çünki əgər cahil baxsa, cahil kimi gəldi təkfir eləyəcək. Çünki cahil bilmir təkfirin şərtlərin, manilərin, nə vaxt olar, nə vaxt olmaz. Ona görə kimi gəldi təkfir eləyir. Və ona görə özün böyük təhlükəyə atır və böyük günaha. Özü böyük günah sahiblərdən sayılır. Ona görə Şovkani Rahiməhullah buyurur ki, bilginən ki, bir müsəlmana hökm vermək, hətta onu dindən çıxartmaq üçün və ya küfrə salmaq üçün Allah və axirət gününə inanancan hər bir müsəlmana olmaz eləmək bunu. Sadəcə bu məsələyə gərək açıq aydın dəlil olmalıdır. Günəş kimi açıq aydın dəlil olmalıdır. Ancaq ondan sonra təkfir eləmək olar. Yəni, əgər dəlil aydın dörsə, yəni necə o adam, əgər aydın dörsə, ola bilər şübhəlidir, ola bilər hansısa dəlili var, ola bilər təvil eləyib, ola bilər cahilliyindəndir. İnsan gərək ehtiyatda ola. Çünki bunlar ola bilər. İnsan bunları keçirəndən sonra bu hökmü verə bilər. Və həmçinin ona görə alimlər deyir ki, bəzi alimlər deyir ki, əgər bir şəxsi görsəz ki, daima müsəlmanları təkfir edir, onun belinə yazın ki, sən nəcat tapmayacaqsan heç vaxt. Yəni, bu dərəcədə sən nəcat tapmayacaqsan heç vaxt. Və biz də bilirik ki, təkfir nəyə aparır? Çünki təkfir edən başa düşmür. Birinci, böyük özün məsuliyyətə atır. İkinci də, təkfir olunan adam, bilginən ki, sən əgər bir adamı təkfir eləyirsənsə, o kafirdirsə, bu sözdən sonra məsələlər gəlir ortaya. Onun malı, qanı, namusu halal olur. Təbii ki, bu, o demək deyil ki, razboy eləmək olar. Çünki belə təkfirdən sonra bunlar, bəzi olanın da növləri var təkfirçilərin. Və bəziləri deyirlər, razboy halaldır. Yəni, oğurluq. Çünki kafirdir, kafirin malı olar. Yəni, burada o hədisdə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, hər bir müsəlmana malı, namusu və qanı haramdır. Yəni, əgər müsəlman deyilsə, bunlar halaldır, lakin nə vaxtı, o vaxt hakim, yəni bunlara hücum eləmək olar. O vaxt hakimin işidir, fərdi adamların deyil, ya kafirdirsə, malı zadı, gibi orama olmaz. Yəni, düzgün başa düşmürlər hədisi. Yəni, hakim artıq onlara hücum eləyə bilər. Həmçinin, qardaşlar, kafir deyəndə bir insana, o demək nəyi gətirib çıxardır? O deməkdir ki, Allah Taala bağışlamıcı onu və əbədiyyən cəhənnəmli idi. Və əbədiyyən cəhənnəmli, sən o adamı cəhənnəmə yollayırsan. Ona görə alimlər belə məsələdə ehtiyatda olublar. Və Şeyxülislam İbn Teymiyyə Rahiməhullah deyir ki, ən ehtiyat etdiyim məsələ idi. İnsanlara hökm verməyə, ən ehtiyat etdiyim məsələ idi. Ona görə nəinki insanları İslamdan çıxarmaq, hətta İslamdan ola-ola hökm verməyə ağır işdir. Ona görə Allah Subhanahu taala məhkəmə əmr eləyib eləmək, araşdırmaq. Araşdırmaq nə üçün lazımdır? Ki, hətta oğurluq eləyəni, zina eləyəni, riba yiyəni və s. Mütləq məhkəmə olmalıdır araşdırmaq. Ne üçün birdən düzgün hökm verməzsin insana? Araşdırılır, sübut olunur ki, hə, oğru budur. Sübut olunur ki, hə, zina eləyən budur. Gör, zina üçün nədir? 4 dənə şahid olur, 3 dənə olsa yenə qəbul olunmur. Ona görə, qardaşlar, adi bu dünya hökmləri vermək, əgər belədirsə, təsəvvürlə, sən həm bu dünya, həm axirət hökm verirsən. Ona görə müsəlman, ağlı olan başında gərək ehtiyatda olmalıdır. Ona görə Əbu Hureyra radiyallahu anhum deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem eşitdim ki, Bəni İsraildən 2 kişi olur, qardaş olurlar bir-birlərindən. Biri müştəhid olur ibadətdə, o birisi isə daima günah eləyən olur. Və bir gün müştəhid, yəni ibadət eləyən, daima ona nəsiyyət edir, görür ki, bu
günah eləyən bir gün yenə günah eləyir və nəsiyyət edəndə və deyir ki, günahkar deyir ki, sən mənim öz Rəbbimlə bıraq ki, sən məni öz Rəbbimlə, nəsiyyət eləyəndə ibadət edən, günahkar deyir ki, sən məni öz Rəbbimlə bıraq ki, və bu vaxtı ibadət eləyən, təbii ki, istənir və deyir ki, vallahi Allah Taala səni bağışlamayacaq. Vallahi Allah Taala səni bağışlamayacaq. Və onlar ikisi də öləndən sonra Allah Subhanahu taala onların huzuruna gətirir. Və o ibadət eləyəni deyir ki, aparın bunu cəhənnəmə atın və asını isə deyir, aparın bunu cənnətə atın. Və Əbu Hüreyrə radiyallahu anhu deyir ki, subhanallah, yəni bir dənə gör necə kəlmə dedi ki, öz dünyasını və axirətini itirdi. Ona görə, qardaşlar, insana hökm vermək ağır məsələdir. İnsan əməllərinin özün təhlükə atır. Və təkfir eləmək səndən tələb olunmayıb əslən. Yəni, tələb olunsaydı dəryarı. Sənə tələb olunmayıb. Sənə tələb olun başqa şeylər. Lakin sənə tələb olanları o edilmir, şişirdilmir. Tələb olunmayanlar şişirdilir. Ona görə Əbu Hüreyrə and içir ki, subhanallah, deyir ki, bir dənə kəlmə dünya və axirətini sıxışdırdı. Özə gör nə kəlmə idi. Dedi ki, vallahi Allah Taala səni bağışlamayacaq. Və təkfir edən də onu demək istəyir. Təkfir edən qutardı, yəni. Allah Taala onu bağışlamayacaq. Yəni, demir, heç olmasa Allahın istəyi altındadır. Ona görə, qardaşlar, belə məsələlərdə ağlı olan başında gərək ehtiyatlı ola. Təkfir məsələlərini tələsməyə, bu məsələlər əgər kifayət qədər elmi yoxdursa, onun məsələləri girişməyə. Və bəzilər, məsələn, görürsən ki, nəyə görə təkfir eləyirsən? Deyir ki, haram eləyir. Haram eləmək, hələm insanın bir şeyi haramı eləyəndə, hələm o demək deyil, o insan onu halal görür. Bəli, haramı halallaşdıran kafir olurdu. Lakin nə vaxtı? Biləndən sonra qəbul eləməsə onu, etiraz eləsə, biləndən sonra yenə eləsə, halal görsə onu, onda kafir olur. Onda kafir olur, qardaşlar. Ona görə halal görmək də qəlbə əməllərdəndir. Qəlbə əməllərdən. Əgər, məsələn, biri araq içirsə, böyük günahdır. O demək deyil ki, o onu halal görüb. Yəni, zahiri əməllə, feillə, nənsə edilirsə, o demək deyil ki, daxilən, qəlbi əməllə bunu halal eləyib. O dəlil deyil ona. Ola bilər, insan zahirən, hansı bir günah eləsin. Lakin o demək deyil, qəlbinə halal görüb onu. Məsələn, zina eləyən və elə içən. Gəlib içənlərdən soruşsun, deyəcəklər çoxsu ki, haramdır biləm, lakin nəfsimə görə və ya eşidib ki, Molla Əmi şeytan rivayət eləyən bir də hədisi deyib ki, Göyçəməndən keçəndə oyuna Peyğəmbər sallallahu əleyhi və səlləm özü, bəzilər deyir imam ki, deyib ki, halal olsun, bu tərəfə keçəndə deyib haram olsun. Bu şeytan rivayət eləyib. Avam da eşidib bunu Molla Əmidən, deyib ki, deməli, onlar az olar. Adam cahildir. Yəni, əməllə halal görən, o demək deyil, qəlbinə halal görüb. Yəni, bu məsələni diqqətli məsələ, incəlikdir bu. İnsan, ola bilər, əməllə neysə eləsin, lakin o hələm asi sayılsın, hələm kafir sayılmasın, hələm millətdən çıxmasın, yəni dindən çıxmasın, o asili etdiyinə görə. Misal üçün, məsələn, Buxari rivayət edib, hətta fəslinin adını belə qoyub. Ma yukrah min la'ni şaribil xamır və ənəhu leysə bi xarici minəl millə. Yəni, araq içəni lənətləmək məkruh olunması, qadağan olunması və o dindən çıxmaması, onun dindən çıxmaması, yəni araq içən üçün. Fəslinin adıdır. Və Ömər ibn Xattabdandır. Əli ibn Əbi Talibin kürəkənindən. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir kişi var idi, sahabələrdən biri, adı Abdullah idi. Peyğəmbər sallallahu aleyhi ve sellem çox vaxt zarafatçıl idi. Peyğəmbər sallallahu güldürürdü çox vaxt. Və deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem də lakin içirdi. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bir neçə dəfə şallahlatdırmışdı. Lakin bir gün yenə içir. Və sahabələrdən biri deyir ki, Allah Taala səni lənət eləsin. Sən nə çox atdın bu əməli. Və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, lənət eləm ona. Məyər bilmirsən ki, o Allah və Rasulunu sevir. Fikir versən.
Peyğəmbər sallallahu əleyhi və səlləm baxmara haram idi. Lakin Peyğəmbər sallallahu əleyhi və səlləm halallaşdıran görmədi. Dedi ki, bilmirsən ki, görmürsən ki, Allah və Rəsulun sevir. Yəni, Buxari rivayət edib. Deməli, kim əməllə halal görsə, o demək deyil, qəlbinə halal görüb. Yəni, bu məsələ incəli idi, gərək diqqətli olasan. Həmçinin başqa məsələlər aiddir bu. Ona görə insan gərək ehtiyatlı ola, təkfir eləyəndə, təkfir etməkdən və tələsməyə. Məsələn, bəzilər təkfir edir, hansısa vacibi tərk etdiyinə görə. Vacibi tərk eləmək, o demək deyil, insan kafir olmalıdır. Vaciblər də çoxdur. Və əgər kimsə vacibi tərk eləyib və lakin etiqadında onu vacib görürsə, kim əgər vacibi tərk eləyib, lakin etiqadında onu vacib görürsə, o hələm kafir sayılmır. O hələm kafir sayılmır, qardaşlar. Misal üçün, Peyğəmbər sallallahu əleyhi və səlləm deyib ki, qiyamət günü birini gətirəcəklər, 99 dənə böyük kitabı var, hamısı günah. Hamısı günah. Bir dənə xeyr əməli yoxdur. Və kitablar da bizim kitablar kimi deyil. Göz baxdıqca belə böyüklüyü onun, qutarmayan. Və lakin bu vaxt kişi aciz olanda Allah subhanət hələ deyəcək ki, baxın əməllərindən, lakin bilir, ibrət olsun deyə. Baxın əməllərindən nə var? Deyəcəklər, bir dənə əməli var, o da şəhadətdir. La iləhə illallah, Muhammedən Rasulullah. Və tərəzi var, qoyacaqlar tərəziyə, o ağır gələcək, qardaşlar. Ağır gələcək. Bu o demək deyil, kim vacibi tərk edir, o kafirdir dərhal. Ona görə fikir versəz, yəni alimlər ittifaq eləyiblər ki, sələf alimlər, xavariclər yox. İttifaq eləyiblər ki, kim şəhadəti tərk eləyəsə kafirdir. Amma başqa əməllər ki var, fərzlər xüsusən, İslamın ərkanları, namazdır, orucdur, zəkatdır, həcdir, onu tərk eləyənləri kafir görməyiblər. Bir dənə namazı kafir görənlər var, lakin o məsələ ixtilafdır. Bir dənə ittifaq nədə dedi? Şəhadətdə. Bir də ittifaq deyə bilərsən belə. İttifaq deyə bilərsən kim inkar etsə, onu sübut olandan sonra namazı, zəkatı, həcci, bu namaza bir dənə aid deyil artıq. Hər bir məsələni məlum olandan sonra inkar eləsə o kafir olur. Amma inkar eləmirsə, qəbul eləyin onun fəzliyin, sadəcə eləmir. O kafir deyil, qardaşlar. Bu incəliyi də diqqətlə qulaq asın, gərək ayırasan bu məsələləri. Çünki bəzi avamlar, indi görürsünüz ki, bu namaz qılmayan hökmü də böyük məsələlərdən biridir. Tohid-i uluhiyyən yerin alıb hal-hazırda, rububiyyən yerin alıb əsma-i və sifətin. Bəzi avamlar anladırlar ki, namazı tərk eləyib kafir olmasında icma var. Lakin kim icma deyib, görsənir ki, səhv eləyib o icmada. Çünki əlhamdülillah, onun kafir olmamağın imamlar deyib, böyük alimlər deyib. Ona görə icma nədədir, qardaşlar? İcma inkar eləyəndədir. Məsələn, diqqətlə qulaq asın, ayırın, incəlidir. İnkar eləyəndədir. Amma inkar eləməyən, fərzlini qəbul eləyən, lakin deyir ki, qılacaq və s. indi müasir dildə desə, pensiyanı gözləyən və s. O kafir deyil, asidir. Lakin bəzi alimlər kafir görsə belə, ittifaq rəyi deyil bu. Ona görə hər vacibi tərk eləyən kafir sayılmır. Kafir demək olmaz. Və xüsusən də namaz qılmayanın kafir olmamağına dəlillər də var. Olmağına da dəlil olsa da, olmamağına da dəlillər var. Necə İbn-i Macədə səhihdir, Şəğalbani deyir, səhihdir. Deyir ki, əgər namaz qılsalar, əgər qılmasalar, zəkat verməsələr, onlar Allah Taala'nın istəyi altındadır. Allah Taala istəsə bağışlayır, istəsə yox. Fikirləsən bu məsələni aid elədi Allahın istəyi altında. Allah Subhanahu taala Nisa surəsində 2 yerdədir. Allah Taala buyurur ki, mən bir dənə müşriki bağışlamayacağam. Ondan savayı istədiyimi bağışlayacağam. O da daxildir bura, namaz qılmaya da daxildir bura. Və şəfaat hədisi. Və başqa hədislər. Ona görə bu məsələni demək məqsədim budur ki, bu məsələni şişirtmək düzgün deyil, qardaşlar. Məsələ var, ixtilafdır və salam. Amma məsələni şişirtmək, dəvətin əsas eləmək, cəmaatı bununla bölmək, hətta kafir görməyənləri təkfir eləmək buna görə, hətta bəzi avamlar qayda gətirirlər ki, kafir görməyən kafirdir və ya murciə demək buna görə, bunlar hamısı səfihlikdir, avamçılıqdır.
və ancaq özünə zərər verməkdir. Və salam. Və məsələləri başa düşməməkdir. Ona görə, qardaşlar, ehtiyatlı olmaq lazımdır. Belə məsələlər sənlik deyil, hər adamlıq deyil, yəni. Bu məsələləri kim girişsin, kimi elmi var. Valla ki, kimi elmi yoxdur, özünü təhlükəyə atmasın belə məsələlərdə. Aydındır, qardaşlar. Və həmçinin, qardaşlar, kifayətdir ki, o hədislər çoxdur, ümumiyyətlə, misal üçün, o kifayətdir ki, o İbn Teymiyyə həmişə təəccübləndirən bir də hədis var idi. Mən bir-iki dəfə bu hədisi, o hədis hansı ki, deyir ki, kişi, mən öləndən sonra mənə yandırarsınız. Xavariclər, yəni quyruqları, hələ bu hədisi gətirəmişə. Subhanallah, bu hədisi İbn Teymiyyə gətirəmişə. Özə deyir, mənə təəccübləndirən bu hədisdir, təəccübləndirir. Ki, deyir ki, mənə yandırarsınız. Deyir ki, yandırarsınız, övladlarına deyir ki, mən öləndə mənə yandırarsınız. Külümü yarısını səpərsiniz dənizə, yarısını səpərsiniz səhraya, quruya. Hətta Allah Taala mənə qiyamət günü həşr eləyə bilməsin ki, ən dəhşətli əzab mənə olacaq. Kişi inanır ümumən inanır. Ümumən Allah Taala'nın əzabına inanır. Axirətə inanır. Sadəcə cahil olur bəzi məsələ, şəkk eləyir. Şəkk eləmir. Hətta İbn Teymiyyə deyir, etiqad eləyir ki, Allah Taala bacarmaz onu həşr eləməyə. Və bu da ittifaqdır ki, necə İbn Teymiyyə deyir ki, küfürdür. Və lakin Şeyxülislam deyir ki, lakin cahil idi. Cahil idi. Allah Taala onu bağışlayır. Allah Taala onu bağışlayır. Ona görə Şeyxülislam da deyir ki, cahil idi ona görə. Ona görə, qardaşlar, belə məsələlər hər adamın işi deyil. Və xüsusən də sələflər, elhamdülillah, belə məsələlərdə bütün dəlillər cəm eləyiblər. Orta mövqeydədirlər. Kimlərin orta sağ tərəfində kimlərdir, sol tərəfində kimlər? Xavariclərlə murciyələr. Əhlüsünnə ortadadır, orta mövqeydə. Biz xavariclər kimi nə oldu təkfir eləmirik. Həmçinin murciyələr kimi nə oldu demirik ki, mömindir, iman kamilidir. Yox, bizdə təkfir var, lakin təkfirin qaydaları var, şərtləri. Biz deyirik, müsəlman kafir ola bilər, lakin qaydalarla və həmçinin bu məsələyə alim olmalıdır demək. Yəni, bir necə Şeyx Fovzan deyir, alim olmalıdır. Çünki kasitdə yazıblar ki, Şeyx cahillər özlərini təkfir etməyə, bəraət qazandırmaq üçün deyir. Şeyx Fovzan deyir ki, kafir deyə bilərsən. Kafir deyə bilərsən, lakin alimin təkfirindən sonra çıxır. Şeyx Fovzan kitablarında qeyd edir axı. Kitablarında qeyd edir ki, bu məsələyə gərək alim girişə, bu məsələyə gərək elmi girişə. Ona görə sən bir fitva ilə gedmə. Fitva məsələn özü deyil. Fitva məsələni başa düşməyə kömək eləyir. Ancaq birdən sən bilirsən ki, nəsə aydın olmasa, əlhamdülillah get şərhinə, hələ o alimin və ya ümumən əhlüsünnə vəl cəmaətin yoluna, əlhamdülillah haqq aydın olacaq. Lakin şərhə getməmək, xüsusən fikir versin təkfirçilər, onların cürbəcür növləri, onlar şərhə getmir. Çünki şərh onlara sərf eləmir. Ona görə və əhlüsünnə vəl cəmaət, əlhamdülillah, orta mövqeydədir. Əhlüsünnə vəl cəmaət böyük günah sahiblərini kafir görməz, hətta halal görməyincə və aydın bir misal yenə, qardaşlar, hətta qəlbi əməllə, qəlbi halal görməklə, zahiri halal görmək və ya qəlbi küfrlə, zahiri küfrü, yəni böyük günahı ayırmaq, böyük küfrdən kiçik küfrü ayırmaq və s. Kifayətdir ki, misal çəkin. Məsələn, Allah Subhanahu taala Quranda, Münafiqun surəsində, məsələn, və ya başqa surələrdə, münafiqlərdən ayrıca surə və həmçinin münafiqlər barədə buyurur ki, İnnəl münafiqinə fiddərkil əsfəli minən nar. Yəni, münafiqlər cəhənnəmin ən son dibindədirlər, cəhənnəmin. Ola ki, hədisdə də gəlib ki, Peyğəmbər sallallahu buyurub ki, münafiqin 3 dənə əlaməti var. Danışanda yalan danışar, əmanətə xəyanət eləyər, bədə xilaf çıxar və s. İndi sual çıxır ortaya. Bu hədisdəki münafiq, ayədəki münafiq kimidir? Cavab yox. Ayədəki münafiq qardaşlar, o münafiqdir ki, hansı ki qəlbi ilə nifaq edir. Amma hədisdəki nifaq isə əməllə nifaqdır. Əməllə nifaq qəlbi nifaqdan fərqlənir qardaşlar. Çünki hədisdəki nifaq böyük günahdır, asilidir. Amma ayədəki nifaq isə haramdır, küfürdür və o iman gətirməyək qəlbi ilə ona görə aiddir. Ona görə bax, belə məsələlərdə qardaşlar gərək insan ayıra, fərqləndirə. Əgər bir əməl küfürdürsə, o demək öyle insan kafirdir. Çünki küfrün
Böyük küfür var, kiçik küfür var. Böyük şirk var, kiçik şirk var. Böyük zülüm var, kiçik zülüm var. Böyük fisk var, kiçik fisk var. Böyük nifak var, kiçik nifak var. Valla ki, nə vaxt böyük olur, nə vaxt kiçik olur, o baxır məsələyə və o məsələni, o edənin halına. Ondan sonra insana hökm verilir. Ona görə təkfirdə tələsmə, ehtiyatda ol, özü təhlükə atma. Səndən tələb olunan məsələlərə giriş. Məsələn, görürsən, təkfiri şişirdib, elə tohid-i ruhiyyə və ya namaz qılmaya hökmün, lakin valideynin haqlarını pozur. Valideynlərlə yaxşı davranmır. Valideynlərlə davranmaq bu məsələlərdən daha böyükdir. Namazı kafir görməkdən daha böyükdir. Təkfir eləməkdən daha böyükdir. Qonşu haqları, qohum haqları hansı ki bizdən tələb olunub, onlar bu məsələlərdən daha böyükdir. Sən bunları birinci keçkinə, bu mərhələləri. Elm öyrənmək, elmsiz danışmamaq bu məsələlərdən daha böyükdir. Bu müsəlman, ağıllı adam düzgün mövqe seçməlidir. Hətta özü salamat qalsın və ailəsini də salamat saxlasın. Allah subhanət hələ bizə işin faydalardan etsin və bizi dində sabit etsin və bizi əməllərimizi xalis ona etsin. Allah subhanət hələ müsəlmanlara kömək olsun. Meçidlərimizi açılmağına kömək olsun. Aqul həzə və əstəğfirullah li və ləkum və risəiril muslimin min kulli zəm əstəğfiru innəhu huvəl-ğafurur rahim. Bu dərs sizə ixlasla.com saytı tərəfindən təqdim olundu.